Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprelin 24-də Azərbaycanda sosial ödəyişlərin tam şəkildə yekunlaşdırılması gözlənilir. Rəsmi məlumatlara əsasən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının bu tarixdə vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bu barədə məlumat Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilib və bildirilib ki, sabah etibarilə Respublika üzrə sosial ödəniş prosesi tam başa çatmış olacaq. Bu qərar ölkə üzrə minlərlə vətəndaşı əhatə edir və sosial təminat sisteminin fasiləsiz işləməsinin göstəricisi kimi qiymətləndirilir. Xüsusilə pensiya alanlar, sosial müavinət və təqaüdlərlə təmin olunan şəxslər üçün bu cür vaxtında ödənişlər böyük əhəmiyyət daşıyır. Dövlət tərəfindən həyata keçirilən bu addım vətəndaşların rifahının qorunması və onların gündəlik həyatının daha sabit şəkildə davam etməsinə yönəlib. Qeyd edək ki, son illərdə Azərbaycanda sosial sahədə aparılan islahatlar nəticəsində ödəniş mexanizmləri daha da təkmilləşdirilib. Artıq əksər ödəyişlər elektron sistemlər vasitəsilə həyata keçirilir və bu da prosesi şəffaflığını və operativliyini artırır. Vətəndaşlar bank kartları vasitəsilə vəsaitlərini rahat şəkildə əldə edə bilir. Bu isə həm vaxt itkisini azaldır, həm də xidmət keyfiyyətini yüksəldir. Aprelin 24-də bütün ödəyişlərin yekunlaşdırılması həm də dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin nəticəsidir. Bu onu göstərir ki, sosial müdafiə sahəsində planlaşdırma və icra mexanizmləri effektiv şəkildə işləyir. Hər bir ödəniş növü üzrə gecikmələri minimuma endirilməsi prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır. Mütəxəssislər hesab edir ki, sosial ödənişlərin vaxtında həyata keçirilməsi ölkədə sosial sabitliyin qorunmasına mühüm töhfə verir. Bu, həm də vətəndaşların dövlətə olan etimadını gücləndirir və sosial rifahın yüksəldilməsinə xidmət edir. Xüsusilə az təminatlı ailələr üçün ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsi onların maliyyə yükünü müəyyən qədər azaldır. Bunun əlavə bu cür ödənişlərin planlı şəkildə həyata keçirilməsi iqtisadi dövriyyəyə də müsbət təsir göstərir. Vətəndaşların əldə etdiyi vəsaitlər bazarda alış-verişin artmasına səbəb olur. Bu isə ümumi iqtisadi aktivliyi dəstəkləyir. Beləliklə, sosial ödənişlər yalnız fərdi rifahı deyil, eyni zamanda ölkə iqtisadiyyatını da stimullaşdıran mühüm amillərdən biridir. Nəticə etibarilə aprelin 24-də bütün sosial ödənişlərin yekunlaşdırılması xəbəri vətəndaşlar üçün müsbət bir yenilik kimi qarşılanır. Bu, dövlətin sosial siyasətə verdiyi önəmin və vətəndaşların rifahının daim diqqət mərkəzində saxlanıldığının bir daha sübutudur. Gözlənilir ki, gələcək dövrlərdə də bu cür operativ və sistemli ödəniş mexanizmləri davam etdiriləcək və daha da təkmilləşdiriləcək. Belə xəbərləri izləmək üçün kanalı izləməyi və videonu bəyənməyi unutmayın. Bu cür vacib məlumatları sizə çatdırmağa davam edəcəyik.